Hər vaxtınız xeyir olsun. Deməli, bugün leksikologiyadan ən maraqlı mövzu söz nədən düzəlib? Söz nədir? Sözün kökü hansı nitq hissəsidir? Düzəldiyi nitq hissəsi hansıdır? Bugün bunu sizə tam məlumatlandıraraq ətraflı məlumat verəcəm. Baxın, əkinçi sözü götürürük. Soruşur söz nədir? Deyəcəksiniz ki, əkinçi. Yəni konkret olaraq söz nədirsə onu deyirsiniz. Sözün kökü nədir bəs? Əkmək, əkin, əkinçi. Düzəldiyi nitq hissəsini soruşarsa, 2 dənə leksik şəkilçi varsa, sonuncu leksik şəkilçini çıxırsınız, yerdə qalır əkin sözü. Deməli, əkinci sözü əkin ismindən yaranıb. Sonra gülçülük sözü. Söz nədir? Deyəcəksiniz ki, söz nədir? Gülçülük. Bəs sözün kökü nədir? Gül ismi, gülçü, gülçülük. Düzəldiyi nitq hissəsi hansıdır? Düzəldiyi nitq hissəsi yenə də 2 dənə leksik şəkilçi varsa, sonuncu leksik şəkilçini görməzdən gəlirsiniz, yerdə qalır gülçü ismi. Deməli, gülçülük ismi gülçü ismindən yaranıb. Sonra sadə sözlərdə bəs vəziyyət necə olur? Sadə sözlərdə də soruşsa söz nədir? Deyəcəksiniz ki, gülün. Bəs sözün kökü nədir? Gül. Bəs düzəldiyi nitq hissəsi yenə də gül. Çünki yəni yərik hal şəkilçisi qrammatik şəkilçi olduğundan o kökdə necə götürülür? O kökdə götürülə bilməz. Qrammatik şəkilçilər kökdə göstərilmir. Düzəldiyi nitq hissəsi, yəni qrammatik şəkilçi olduğuna görə onun düzəltmə məqamı yoxdur. Deməli, sadə sözlərdə belə bir qayda var. Sadə sözlərdə sözün kökü də, düzəldiyi nitq hissəsi də eyni bir şey, eyni bir sözdür. Gül sözü. Əgər bu kimi izahlar sizə maraqlıdırsa, zəhmət olmasa qeyd edərsiniz. Öz fikirləriniz də bizə maraqlıdır. Bu kimi mövzuların izahları çox olsun deyə yorumlarda yazın. Biz sizə ən maraqlı mövzuları izah edib yerləşdirəcək YouTube səhifəmizə. İzləməyi unutmayın. Sağ olun.